alın şüşəsi partpresdə yuxarı hissə var, kölgəli hissə. Palavinka. 15 sm qədər 15 olar. sm-ə qədər tündləşdirmək olar da Hə, oranı. əgər belə deyək də günlüyün Açırsan hündürlüyü qədər. günlüyü, hə. Günlük bilsən, yox, günlük şey deyil ha. Hədə Kazirok. Yox, kazirokdur. Günlük bilsən nədir? Patpresin yuxarı hissəsində göy belə şey gəlir, rəng. Bildimi? Ona da günlük nəyə görə deyirlər ki, bu Kazirokun ölçüsünə qədərdir o. Kazirokun ölçüsü deyil. Mən də əvvəl kazirok başa düşürdüm, amma günlük dedikdə patpres sözüdür, patpresdir. Patpresin yuxarı hissəsində bir 10 sm-lik göy rəng olur, patpresdə. Bildiyimdə qabaq eləyirdilər də elə şeylər. İndi prosta çox. Yox, Zavatskoy vardı, məsələn, məndə sanatıda elədi. Zavatskoy var. Zavatskoy. Deyir, əgər varsa o günlük, o günlüyün hündürlüyü qədər plonka vura bilərsən. Hara ki tündür. Yoxdursa bəs? Yoxdursa 15 sm-ə qədər vura bilərsən. Yoxdursa təmiz şəffaf. Zaten 15 sm də həmin o açırsan ki günlüyə. Eyni şey gəlir də bir növ. Hə, 15 Amma arxa oturacaqların yan şüşələrdir, arxa Nə partpresdən istəyirsən, nə heç bir bagaj da olsun olsa, yəni. bagaj da vura bilərsən. tünd elə bil 100%. Kərpiclə hörsəm də olar da oranı. Olar hə. Hə, yəni o problem yoxdur. Deməli, izləyicimiz nə yazır bizə? Onu sual Sonra verir. gəlib kərpiclə öyrəcəm. Özü qırmızı günəşli kərpici.